Hər vaxtınız xeyir olsun yoldaşlar. Bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi Windows 10 əməliyyat sistemini 11 əməliyyat sistemi ilə Windows 11 ilə əvəz edib və bununla bağlı Dövlət İmtahan Mərkəzi heç bir material yaymayıb, amma 6 noyabr və 11 dekabr imtahanlarında artıq Windows 11'ə aid suallar düşəcək. Və buna görə də biz bir PDF yazmaq qərarına gəldik. Çox qısa müddətdə çox mükəmməl bir PDF ərsəyə gətirdik və ərsəyə gətirdiyimiz PDF üçün həqiqətən də ciddi əmək sərf eləmişik və gecə-geç saatlara qədər bunu yazmışıq ki, sizlər bunu oxuyasınız və sizin üçün faydalı olsun. Görürük ki, heç bir müəllim tələbələrini bununla təmin etmir və digər müəllimlərin tələbələri belə bizə yazıb, bizdən bunu istəyirlər və həmçində Dövlət İmtahan Mərkəzi də bununla bağlı heç bir vəsait yaratmır. Ona görə də Windows 11 əməliyyat sistemi ilə bağlı vəsait yaratmağı öz öhdəmə götürdüm və bütün tələbələrə elan etdim ki, yaxın günlərdə paylaşacağıq. Və vaxt gəldi, biz artıq bugün həmin bu PDF-i paylaşacağıq. Lakin sizdən bir xahiş edirəm. Əgər içində hər hansısa bir texniki səhv görsəniz, hərf səhvi və yaxud nəsə xırda bir nüans, mütləq bizimlə əlaqə saxlayın. Çünki bu PDF cəmi bir həftə içərisində yazılıb, düzdür, çox mükəmməl yazmışıq. Diqqətlə oxumuşuq, dəfələrlə səhvlərini redaktə etmişik. Hər şey yüksək səviyyədədir və Dövlət İmtahan Mərkəzinin verdiyi mündəricata əsasən bunu yaratmışıq. Nə istəyiblər hamısını yazmışıq. Bu PDF-i oxuyaraq imtahanda 2 sualın öhdəsindən gələ bilərsiniz. Çünki Windows'dan 2 sual düşür, bəzən isə 1 sual düşür. Ümid edirəm ki, bu boyda oxumağınıza dəyəcək və 2 sual düşəcək və siz onu yazacaqsınız. Bu xahişimi də nəzərə almağınızı rica edirəm. Digər müəllimlər tələbələri üçün heç bir əziyyət çəkməyib, Windows'u yazmayıb, məni gözləyən digər müəllimlər. Bu PDF-i götürüb tələbələrinizə verəndə Allah qorxusu və insafı gözünüzün qabağına gətirin, vicdanınızın təmiz olması üçün heç olmasa buradan mənim adımı, soyadımı silib, öz ad soyadınızı yazmayın. Çünki bu PDF-i siz yazmamışsınız. Sizin ərsəyə gətirdiyiniz bir şey deyil bu. Ona görə cırallıq eləməyin, haqqa girməyin. Onsuz da istənilən şəkil formatlı detalın içində bizim kursun şəxsi məlumatları yer alır. Yəni, özünüzü biabır etməyə dəyməz. Tələbələrinizə deyirsiniz ki, Vüqar müəllim birinci davrandı və o belə bir xeyirxah iş gördü ki, bütün ictimaiyyət Windows'la tanış olsun, biz də ondan faydalanırıq. Yalandan mən yazmışam deyərək tələbələrinizi aldatmayın. Onsuz da bu PDF-i biz yayırıq və hamı bu PDF-i görür. Yoldaşlar, cümləm yanlış anlaşılmasın, həmin cümlə müəlliflik hüquqlarını pozan və halallıq bilməyən müəllimlərə aiddir. Sizlərin hər birinizin halal xoş olsun. Yaxın günlərdə bununla bağlı Telegram kanalımızda ciddi sayda testlər də paylaşır, quizlər təşkil edəcəyik ki, tələbələr Windows 11 oxuyandan sonra Windows 11 haqqında da quizdə özlərini yoxlaya bilsinlər. Windows 10 ilə xeyli ortaq hissəsi var. Elə oktyabr imtahanına da Windows 10 ilə 11'in ortaq bir anlayışı düşmüşdür. Amma həmin anlayış Windows 10'da da var, 11'də də var. Və yoldaşlar, mənim belə deyək, yayacağım PDF Telegram kanalımızda paylaşılacaq. Ona görə bu videonun altına Telegram kanalımızın linkini qoyacağım. Həmin linkə keçin. Bugün axşam saat 9'da Telegram kanalımızda PDF paylaşılacaq. PDF-ə giriş isə parolladır. Parol da yazacağıq ora. Bizim sizə verdiyimiz parolla PDF-ə girə biləcəksiniz. Diqqətiniz üçün çox sağ olun. Ümid edirəm sizin üçün faydalı olacaq. Biz çox əziyyət çəkib bunu ərsəyə gətirmişik və ümid edirəm ki, sizə çox xeyirli dəyəcək və sizlə bizə belə deyək, uğurlu dönüşlərlə, geri dönüşlərlə geri qayıdacaqsınız və Allah qoysa imtahanda düşən sualları uğurla yaza biləcəksiniz. Bir daha vurğulayıram, qısa müddətdə həqiqətən çox ciddi, böyük bir iş görmüşük. Hər hansısa texniki qüsur olsa görməzdən gəlin və onu bizə bildirin. Amma yenə də belə deyək, mükəmməl yazıldığı və tam yoxlanıldığı ilə bağlı arxayınçılıq
verə bilərəm sizə. Burada maksimum hərf səhvləri ola bilər və yaxud söz yazılışında səhv ola bilər. Onları da ki, irəliləyən günlərdə maksimum şəkildə redaktə edəcəyik. Mən bunu yubadıb noyabrın 1-i paylaşsam, heç birinizə faydası olmayacaq. Ona görə tez paylaşmaq məcburiyyətindəyəm və qismən adam narahat olur ki, birdən nəsə bir texniki detal olar, tələbələr narahat qalar. Ona görə nəsə olsa bizə müraciət edə bilərsiniz. Xeyri görəsiniz, inşallah yaxşı oxuyun. Quizlər də paylaşacağıq bununla bağlı, istifadə edərsiniz. Telegram kanalımıza keçin ki, PDF-in parolunu da biləsiniz. Salamat qalın.